Xanım Zəhra salamullahi əleyha bir haqqıdır, bir həqiqətdir. Gərək bu haqq və həqiqətdən xəbərdar olanlar bunu gizlətməsinlər. Bu haqqın üstünə bir pərdə çəkməsinlər. Allah Teala Quran-ı Kərimdə mübarək Əl-Bəqərə surəsinin 42-ci ayəsində buyurur: "Və la təktumul haqqə və entum ta'lemun." Haqqı gizlətməyin. Bildiyiniz halda onun üstünü örtməyin, örtbasdır eləməyin. Əgər bir işin həqiqət olduğunu bilirsənsə, o həqiqəti sən söyləməlisən, gizlətməməlisən. Və bu günləri biz Xanım Zəhra salamullahi əleyhanın barəsində o həqiqətləri bildiyimiz üçün biz onu bu kürsülərdən, bu çəkilişlərdən, bu xütbələrdən insanlara o haqqı söyləməyə çalışırıq.